Təəssüf ki, kuryer sözü eşidəndə bəzi insanlar bu peşəyə və peşəni icra edənlərə biraz yuxarıdan aşağı baxırlar. Cəmiyyət nə qədər kuryer sözünü kiçiltməyə çalışsa da, kuryerliyi icra edən şəxslərin çoxu həkim, müəllim, böyük bir ailə başçısıdır. Və mən təklif edirəm ki, gəlin bu kuryer sözünü həyatımızdan çıxardaq. Onun əvəzinə çatdırılma xidməti, çatdırılmada işləyirəm kimi terminlər istifadə edir. Çünki necə ki bir şirkətdə hansısa bir problem olandan sonra rebranding edirlər və yenidən əsaslandıraraq həm adını, loqosunu və s. dəyişirlər, eyni ilə kuryer sözünü də tamamilə həyatımızdan çıxarda bilərik. Buradan şirkətlərə səslənirəm və həmçinin də kuryer sözü keçən hər yerə səslənirəm ki, gəlin kuryer sözünü çatdırılma xidməti, çatdırılma ilə əvəzləyək və ümumiyyətlə kuryer sözünü Azərbaycan terminologiyasından tamamilə çıxaraq. Mən kuryer deyiləm, mən həkiməm, mən fotoqrafam, mən dizaynerəm. Başlığı altında hər kəs öz videosunu çəkib, hashtagı qeyd eləsin və gəlin bu kuryer sözünü tamamilə həyatımızdan çıxardaq. Kuryer sözünü eşidən kimi insanları kiçiltməyə çalışanlara böyük bir dərs verək. Çatdırılmada işləyənlərin necə bacarıqlı, istedadlı olduğunu bir daha cəmiyyətə sübut eləyək.